İsmi Şah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Ya Allah. Ya Allah. Ya Allah. Ya Allah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Girdim Adem cismine, kimsene bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərin Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. Təbriz sarayı, səhər çağı. Sarayın böyük taxt zalı səhərin ilk işıqları ilə aydınlanır. Pəncərələrdən daxil olan günəş şüaları mərmər sütunlara, qızılı haşiyəli xalçalara, sancaqlara həyat verir. Zalda oturanlar yüksəklikdə Sultan Yaqubun taxtı önündədir. Onun arxasında ağqoyunlu bayrağı asılıdır. Sağ tərəfində Səlcuq Şahbəyi, başında gümüş tac, gözlərində hökmüranlıqla ana məhəbbəti qarışmışdır. Sol yanda lələsi Süleyman bəy soyuq baxışlı, amma sultan qarşısında ehtiramlıdır. Böyük saray əyanlarla doludur. Saray şairi Nemətullah Kişvəri də qonaqlar arasındadır. Bir qədər sonra taxt zalına Şirvanşah Fərlux Yasar daxil olur. Sultanlar sultanı, xaqanlar xaqanı, Türkün cəssur aslanı Əbülmüzəffər Sultan Yaqub bəy. Ümid edirəm ki, bugün bizi bir-birimizə dost edəcək bir səhifə açarıq.
Şahın adamları qızın nimçələrdə, ağır sandıqlarda xeyli ləl-cəvahirat, dövrün ən bahalı parçalarından, daşqaşlarından ibarət hədiyyə boğçalarını zala gətirib Sultan Yaqubun qarşısında açırlar. Sultan ciddi üz ifadəsini azca mülayimləşdirir. Anasının gözləri isə zaldakı daşqaşlar kimi parıldayır. Şirvan torpağının sahibi, qədim Oğuz soyunun şah nəvəsi, xoş gəlmisən, Fərrux Yasar. Təbriz səni yenə qardaş kimi qarşılayır. Şükür, bu torpaqlarda hələ qardaşlıq səsi ucalır sultanım. Təbriz Oğuz yurdu, Şirvan da onun kölgəsi. Hər ikisi bir kökdən, bir dualardan bitib. Səlcuq Şahbəyim yavaş addımlarla irəli çıxır. Əlində incə, ipək saplarla hörülmüş bir gül dəstəsi var. Hər tutaq bir ağacın budaqlardır. Qoy bu budaqlar bir-birinə bağlansın, kökləri daha da dərinləşsin. Sözüm şahadır. Bizim evimizə gün doğsun deyə biz səndən Gövhər xatun istəyirik. Zalda bir anlıq dərin sükut çökür. Səlcuq Şahbəyim sözünü elə bir səs tonuyla deyir ki, bu sadəcə elçilik deyil, dövlətlərin birləşməsi təklifi kimi səslənir. Gövhər xatun mənim nurumdur. Amma əgər o nur Təbrizdə günəş kimi doğacaqsa, bu mənim üçün şərəfdir. Lakin biləsiniz, bu izdivac yalnız könüllərin deyil, torpaqların da vəhdətidir. Süleyman bəy başını biraz yana əyir, dodaqları tərpənir, amma danışmır. Sonra addım ataraq irəli çıxır. Hökümdarım, izdivac müqəddəs bağdır. Amma hər bağın kökü torpağa uzanır. Bəzən torpaqlar birləşir, bəzən də sınır. Səlcuq Şahbəyim sərt üz ifadəsi alır və bir anlıq susur. Dövlətlərimizin gələcəyi üçün qurulan hər bağ müqəddəsdir. Hər kəs öz yerinə aldıqdan sonra Sultan Yaqub ayağa qalxır və şairə işarə edir. Əziz şairimiz Nemətullah Kişvəri, sözləriniz şadlıq gətirsin məclisə. Gövhər xatunun xatirəsinə bir misra söyləyin ki, bugün burada bağlar əkilsin, yalnız taxt deyil, könümlər də birləşsin. Kişvəri yüngülcə baş əyir, kitabı açır və səsküy sükutla əvəz olunur. O, aşağıdakı şeiri təqdim edir. Çün cemalın pərtübi sübh kəramətdir mana. Bir nəfəs kim görməzəm şan qiyamətdir mana. Səndən ayrı kim diri qaldım, onun üçün dembədən, dişləyib ağzımda ən güclü nədamətdir mana. Sanma kim yalan doludur hər bahar əflakdən, kim zəmanə yağdırıb, səngi mədamətdir mana. Gözlərin dövründə yarə, kim zəvalı bulmasın, güşə-i meyxanə kim cai iqamətdir mana. Mən məlamət küyünün ovbaşıyam ey Kişvəri, adı bədnam eyləyən rindü səlamətdir mana. Zalda anlıq bir nəfəs saxlanılır. Sultan Yaqub ilk dəfə Şirvana gedəndə Gövhər xatunun gördüyü anları xatırlayıb xəyala dalır. Sanki şairin misralarında onun şəkli canlanır. Səlcuq Şahbəyim isə qürurla gülümsəyir. Oğlum, Yaqub, bu misralar yalnız aşiqin deyil, dövlətin də səsini daşıyır. Gövhər xatun sənin yoldaşın olacaq. Onunla birlikdə soyumuza, dövlətimizə yeni bir səhifə açacağıq.
Hökümdarım, qızıl ilə bəzənmiş xəncər də görünməz olur. Bu bağ hansı niyyətlə qurulur? Sevgi ilə, yoxsa hakimiyyətlə? Biz buna möhkəm baxmalıyıq. Sultan Yaqub ilk qaynatası və lələsi olan Süleyman bəyi süzür və qarışıq üz ifadəsi ilə ona cavab vermək istəyir. Sonra vaz keçir və üzünü Şirvanşaha tutur. Şirvanşah Fərrux Yasar ayağa qalxır və zaldakı hər kəsi gözü ilə süzür. Bu elçilik yalnız iki evin deyil, iki dövlətin bağıdır. Gövhər Xatun Şirvanla Təbriz arasında körpüdür. Ancaq Ərdəbil Sultan Yaqub əli ilə onun sözünü kəsir. Anası Səlcuq Şah bəyimlə Sultan Yaqub arasında qısa, amma münasib baxış ötüşür. Sultan Yaqub bir anlıq səssiz dayanır. Onun düşüncəsində Şeyx Heydərin adı dolaşır. Ərdəbilin kölgəsi bizi qoruyur, Fərrux Yasar. Orada dua edənlər bizim uğrumuzda dua edir. Hər kəsin öz yolu, öz duası var. Kimisinin duası torpaq üçündür, kimisinin qan. O dua, o şeyx Təbrizin dostu deyir Yaqub. Onun niyyətini Sultan Yaqub əli ilə anasının sözünü kəsir. Anası əsəbləşsə də susur. Qoy bugün bir günəş doğsun ki, əsla dostluğumuza kölgə salmasın. İndi söhbəti buraxaq. Məclisi musiqi davam etsin. Zana tarzən, xanəndə, ozanlar dəstəsi gəlir. Ehtiramla sultana baş əyib, onlar üçün ayrılan yerdə otururlar və sultanın işarəsi ilə başlayırlar. Qızıl gül verildi, amma tikanları hələ qabaqdadır. Günəşin işığı pəncərədən içəri dolur. Sarayın döşəməsində kölgələr bir-birinə qarışır. Tarix yeni bir səhifə açmağa hazırlaşır. Şirvan qalasının ətrafı gün doğarkən, günəşin ilk şəfəhləri Şirvanın daş divarlarına toxunmağa başlayır. Qalanın üstündəki bayraqlar zəif küləklə dalğalanır. Aşağıda, çayın o tərəfində qızılbaş süvariləri nizamla dayanıb. Onların önündə, atın üstündə Şeyx Heydər, üzündə həm ilahi nur, həm də savaşın qətiyyəti. Onun ətrafında Hüseyin bəy Şamlı və bir neçə sadiq mürid dayanır. Uzaqda qaladan oxçular boylanır. Sasan Keyxosrov hündür bürçdən aşağı baxır. Arxasında Fərrux Yasarın sərkərdələri durur. Onların yayında ox, barmaqları tətikdədir. Oxlar Şeyx Heydərə və adamlarına qarşı nişan alıb.